Mövzumuz pandemiyadır. Əslində heç birimizin hələ də fərqində olmadığı, bütün dünyanı ovucunun içinə almış bir xəstəlik. Hansı ki bu xəstəlik bu seanı uzatmaq olar, hətta 2-3 dəfə təkrarlamaq olar. Hansı ki bu xəstəliyin səbəb olduğu xəstəliklər arasında müxtəlif ağır xəstəliklər də var. Bu xəstəlik hansıdır? İnsulin rezistentlik. İnsulin rezistentlik əslində həm artıq çəkili, həm də artıq çəkili olmayan insanlarda belə gördüyümüz və bu saydığım xəstəliklərin birbaşa səbəbkarı olan bir xəstəlikdir. Ona görə insulin rezistentliyi vaxtında təyin etmək və buna qarşı mübarizə aparmaq sizi bu siyahıdakı xəstəliklərdən qoruyacaq.